Salam, hər vaxtınız xeyir olsun. Bugün sizinlə Dim Ədəbiyyat 20 sınaq toplusundan ilk sınağının izahına baxacağıq. Mövzumuz şifahi xalq ədəbiyyatıdır. Xan Sarayı birinci sualımız əfsanəsi ilə bağlı doğru fikirləri müəyyən edin. Xan Sarayı əfsanəsində usta xanın qabağında sözünü deməkdən çəkinmir. Bəli, bu doğrudur. Usta sarayı tikərkən əməyinin qiymətləndiriləcəyinə inanırdı. Bəli, həqiqətən də inanırdı. Xanın vəd etdiyi qızılları vermədiyi üçün usta narazı qalır. Xeyr, söhbət qızıldan getmirdi. Sadəcə olaraq usta istəyirdi ki, onun əməyi yüksək qiymətləndirilsin. Dəyər verilsin onun əməyinə. Xan ustaya zərər verdiyi üçün peşman olur. Xeyr, usta xanın tamahkarlığının qurbanı olur. Xeyr, burada tamahkarlıq sözü yerində deyil. Usta, deyək ki, xanın egoizminin qurbanı olur. Ona görə 5-də yanlış fikirdir. Cavabımız olacaq 1 və 2A variantı. Növbəti sual. Ağıllı uşaq nağılındakı Əhməd obrazı ilə bağlı doğru fikri müəyyən edin. Məqsədinə çatmaq üçün hər yola baş vurur, ancaq yalan danışmır. Bu yanlış fikirdir. Çünki Əhməd özü çobanla danışığında yalan danışır. Nənəm məni evdən çölə buraxmayıb, amma şəhər adamıyam deyə yalan danışır. Bacarıq və tədbiri ilə kəndi xilas edir. Bəli, doğrudur. Nənəsi Əhmədə qoca ilə görüşməyi məsləhət görür. Xeyr, kənddə qocanın qaldığını deyir, amma məsləhət görür hissəsi yanlışdır. Daha sonra, Əhməd yardımsevər olduğu üçün qocanın arvadına kömək edir. Xeyr, qocanın arvadı deyildi, bacısı idi. Şahın verdiyi bütün sualların cavabını özü tapır. Bu da yanlışdır. Cavabların bəzilərini qoca ona kömək edir. Bu hissəni də əzbər bilmək lazımdır. Qoca hansı suallara cavab bilir, hansı sualların cavabını isə tapa bilmir. Deməli, qoca almaların sirrini Əhmədə deyir. Qoca dəvə üzərində gedə biləcəyini Əhmədə deyir. Lakin qoca şahın hansı heyvanı sevdiyini və şəhərə necə gedəcəyini Əhmədə deyə bilmir. 3. Nümunəyə əsaslanaraq klasteri hansı fikirlərlə tamamlamaq mümkündür? Zülf töküb üzə dilbər, çıxıbdır düzə dilbər, duvaq salın üzünə, gəlməsin gözə dilbər. Mərasim nəğməsidir, bəli, bu toy nəğməsidir, deməli bizdən doğru fikirləri istəyir. Mahnılarda olduğu kimi özünəməxsus musiqi havası olur, yanlışdır. Xalqın adət-ənənəsi ilə bağlı olan nümunə əcdadlarımız tərəfindən ifa edilmişdir, doğrudur. Şifahi xalq ədəbiyyatının ən qədim nəğmələrinə aiddir, yanlışdır. Ən qədim nəğmə əmək nəğməsidir. 2 doğru oldu. Daha sonra 7 hecalıdır. Qafiyə quruluşu A, A, B, A şəklindədir. Əslində bu doğru olmalıdır, çünki bunlar bayatı şeir şəklində olur. 1, 2, 3, 4, 5, 6, 7 hecadan ibarətdir. Qafiyə quruluşu isə A, A, B, A şəklində olmağı da doğrudur. Çünki baxın, dilbər A, A, B, A şəklində. Üzə, düzə, bir də gözə sözləri deməli 2 və 4 doğru cavabımız olacaq. Nümunədə xalqın ruhu, kədəri, təbiətə məhəbbəti və s. əks olunub xeyirqəti şəkildə. Bu mövsüm nəğmələrinə aiddir. Deməli 2 ilə 4 cavabımız olacaq D variantı. 4. Nümunə ilə bağlı düzgün fikri müəyyən edin. Dedim könül, durma dağ zirvəsində, bir gün düçar edər nə qara səni. Dilin çatmaz nə bir elə obaya, bürüyər nə ağ gün, nə qara səni. Deməli, nümunə ilə bağlı doğru fikirlər istəyir bizdən. Anafora və epiforadan istifadə olunmuşdur. Bildiyimiz kimi anafora söz əvvəlindəki, misra əvvəlindəki təkrarlardır. Epifora isə misra sonundakı təkrarlardır. Dedim könül, durma dağ zirvəsində, bir gün düçar edər nə qara səni. Dilin çatmaz nə bir elə obaya, bürüyər nə ağ gün, nə qara sənin. Nə var burada? Lakin burada anafora yoxdur. A variantı doğru cavab kimi verilə bilməz. Qıfılbəndə aiddir, səmimi pak məhəbbət tərənnüm edilir. Qıfılbənddə məhəbbətdən söhbət getmir. Qıfılbənd bildiyimiz kimi sual-cavab əsasında olur. Yanlışdır. İnversiyadan istifadə edilməyib. Dedim, könül durma dağ zirvəsində durma formasında olmalıdır. Elə ilk misrada inversiyadan istifadə olunmuşdur. Cinaz qafiyələrdən istifadə edilib. Bəli, burada bir gün düçar edər nə qara səni və
Ağ, qara səni. Burada qar mənasındadır. Burada isə ağ, qara mənasındadır. Rəng mənasındadır. Cinas qafiyə fikri doğrudur. İkinci misrada təşbeh işlənir. Bir gün düçar edər, nə qara sənə. Xeyr, burada təşbeh yoxdur. Cavabımız olacaq D variantı. Növbəti, dastan janrı ilə bağlı doğru fikirləri müəyyən edin. Şah İsmail, Aşıq Qərib kimi dastanlarda bir-birini sevən gənclərin dözüm, sədaqət və cəsarət sayəsində qovuşmasından bəhs olunur. Bəhs edilir fikri doğrudur. Məhəbbət dastanlarının sonu əsasən cahannamə ilə bitir. Yanlışdır. Məhəbbət dastanlarının sonu əsasən duvaq qapma ilə bitir. Faciəvi sonluq olduqda isə cahannamə ilə bitir. Məhəbbət dastanları ustadnamə ilə başlar. Bəli, 3 ustadnamə ilə başlanır. Dastanda yalnız epik növün xüsusiyyətləri əks olunur. Yanlışdır. Dastanda həm epik, həm lirik növün ünsürlərindən, xüsusiyyətlərindən istifadə olunur. Məhəbbət dastanlarında qəhrəmanlıq motivlərinə də yer verilə bilər. Bu, həm də əksinə baş verə bilər. Qəhrəmanlıq dastanlarında məhəbbət motivlərinə də yer verilə bilər. Cavabımız olar 1, 2, 1, 3 və 5. 1, 3, 5 A variantı. 6-cı sual. Cədvəldə qeyd edilmiş nağıllar ilə bağlı doğru fikirləri müəyyən edin. Ağıllı uşaq dərzi şagirdi Əhməd. Əhməd xanın ən sevimli heyvanının keçi olduğunu onun özündən öyrənir. Yanlışdır. Bunu xanın deməli çobanından öyrənir. Əsərin ideyası ağıl yaşda deyil, başdadır atalar sözü ilə səsləşir. Bəli, səsləşir. Əsərdə Əhməd ağıllı məsləhətdən yararlanır. Bəli, qocanın məsləhətindən yararlanır. Dərzi şagirdi Əhməd. Əhməd gördüyü yuxunu zindanda Pəri Sultana danışır. Bu, yanlışdır. Əsərin sonunda Əhməd gördüyü yuxunu Şah Abbasa danışır. Bütün suallara cavab verilsə də, Şah Abbasın ölkəsi Firəng paşanın hücumuna məruz qalır fikri də yanlışdır. Əhməd ən sonda yuxusunu Şaha danışır. Bu fikri isə doğrudur. 2, 3, 6 bizim doğru cavabımız olacaq. 2, 3, 6 B variantı. 7. Cahargah əfsanəsi ilə bağlı yanlış fikri müəyyən edin və fikirləri. Karvandakı insanlar alimin arxasınca gələnləri cəzalandırırlar. Qəti şəkildə cəzalandırmırlar. Sadəcə olaraq karvanın çıxardığı səs, dəvələrin yerişindən çıxan səs şahın adamlarını bihuş edir. Qüruru və xudbinliyi hökmdara alimin niyyətini başa düşməyə imkan vermir. Bəli. Əsərdə xalqın elm adamlarına olan laqeyd münasibəti əksini tapıb. Xeyr. Əslində xalq elm adamının qeydinə qalırdı. Laqeyd yanaşmırdı ona, can yandırırdılar. Əsər ağıl sahiblərinin güc sahibləri qarşısındakı məğlubiyyətini göstərir. Yanlışdır. Əsər ağıl sahiblərinin güc sahibləri qarşısındakı qalibiyyətini göstərirdi, məğlubiyyətini deyil. Elmin gücü yıxar bürcə atılar sözü əsərin ideyası ilə səsləşir. Fikir doğrudur. Bizdən səhv fikirlər istəyirdi. 1, 3, 4 bizim doğru cavabımız olacaq. 1, 3, 4 A variantı. Növbəti, Eyler-Venn diaqramındakı doğru fikirləri müəyyən edin. Əfsanə rəvayət. Möcüzəli, ağlasığmaz hadisələrdən söz açılır. Bəli, bu doğrudur. Əfsanə üçün müəyyən bir hadisə və ya əhvalat danışmaq, nağıl etmək yolu ilə təsvir olunur. Bu hər ikisinə aiddir. Çünki təsvir və təhkiyə epik növündür. Burada da hadisə və əhvalatın danışmağından, nağıl edilməyindən, yəni təhkiyə formasından söhbət gedir. Bu hər ikisinə aiddir, ortaq götürülməlidir. Əfsanəvi şəxsiyyətlərin həyatı ilə bağlı olur. Əfsanəvi şəxsiyyətlərin həyatı ilə rəvayət bağlı olur. Şifahi xalq ədəbiyyatının epik növünə aiddir. Bəli, bu doğrudur. Epik növünə aiddir. Real həyat hadisələri zəminində yaranır. Bəli, bu rəvayətə aid doğru fikirdir. İnsanın xarakter və əməllərində müşahidə olunan nöqsanlar tənqid olunur. İnsanın xarakter və əməllərində müşahidə olunan nöqsanlar əsas etibarilə lətifələrdə tənqid olunur. Yanlışdır. 1, 4, 5 doğru cavabımız olacaq. E variantı. Növbəti. Məişət və mərasim nəğmələri üçün ortaq cəhətləri müəyyən edin. 4 misra olan və hər misrası 7 hecədən ibarət olan nümunələri var. Bu
doğrudur. Həm məişət, həm də mərasim nəğmələri üçün doğrudur. Amma desəydi, bütün belə deyək, mərasim və məişət nəğmələrində 4 misra olur və bənddən ibarət olur, bu fikir yanlış olacaq. Çünki deməli məişət nəğmələrinin növü olan layla oxşamalar həm ikili, həm dördlü şeir şəklində ola bilər. Ona görə də yalnız dördlü şeir şəklində olur fikri yanlış olacaq. Bir də diqqətli olun, burada belə bir test düşə bilər ki, şifahi xalq ədəbiyyatının nəğmə növünə aid, yəni lirik növün janrlarından olan nəğmədə hansı növü bayatı şeir şəklində yazılmır? Bu qəhrəmanlıq nəğmələridir. Çünki qəhrəmanlıq nəğmələri dastanlarda əsas etibarilə olur və qoşma gəraylı janrında yazılır. Qoşma gəraylı janrında yazılan əsəri isə bayatı şeir şəklində ola bilməz. Müxtəlif mövsümlərlə bağlı yaranmış nəğmələrdir. Bunların heç birinə mərasim nəğmələrinə, məişət nəğmələrinə uyğun gəlmir. İkili və dördlü şeir şəklində olur. Bu, məişət nəğmələrinin oxşamalar növünə aiddir. Şifahi xalq ədəbiyyatının lirik növünə də aiddir. Bəli, bu hər ikisinə aid oxşar xüsusiyyətdir. 1-4 doğru cavabımız olacaq B variantı. 10. Dastan janrlarına aid olan fikirləri müəyyəndir. Deməli, dastan janrına aid olan fikirlər epik təhkiyə ilə lirik təqdimat vəhdətdə olur. Bu doğrudur. Məhəbbət dastanlarında qəhrəmanlıq motivlərinə yer verilmir. Yanlışdır. Bayaq dediyimiz kimi məhəbbət dastanlarında qəhrəmanlıq dastanlarında məhəbbətə yer verilə bilər. Qəhrəmanlıq dastanları ustadnamə ilə başlayıb duvaqqatma ilə bitir. Yanlışdır bu. Məhəbbət dastanlarına aiddir. Məhəbbət dastanlarında sevgililər qovuşa bilməyəndə dastanın sonunda cahannamə söylənir. Bu doğrudur. Şah İsmayıl dastanının qəhrəmanlıq dastanına nümunə gətirmək olar fikri yanlışdır. 1, 4 bizim doğru cavabımız olacaq. A variantı doğrudur. Nöqtələrin yerinə yazıla bilməz. Qoşma və gəraylı aşıq şeirinin ən geniş yayılmış növləridir. Doğrudur. Təcnis 11 hecalı şeir janrlarıdır. Doğrudur. Gəraylı'nın qafiyə quruluşu eynidir. Doğrudur. Gəraylı'dan dastanlarda geniş istifadə olunur. Bəli, qoşmadan da, gəraylıdan da dastanlarda geniş istifadə olunur. Doğrudur. Rübaiyyət daha çox lirik məzmunda şeir, yalnız aşıqanə mövzularda işlənir. Bu yanlışdır. Demək olar ki, ədəbiyyatımızda sırf aşiqanə mövzuda yazılan janr yoxdur. Çünki qəzəl janrı da daha çox, məsələn, əruz vəznində aşiqanə mövzuda əsərlər yazılan janr, deməli, heca vəznində də qoşmadır, amma bunların da ictimai, siyasi mövzuda yazılan nümunələri en saydadır. Ona görə E variantı bizim doğru cavabımız olacaq. Cədvəldə qarşısında rəqəmlər yazılmış hansı fikirlərin yeri dəyişdirilsə, yol verilmiş yanlışlıq aradan qalxar. Janra aid fikirlər. Janr, xalq oyunları, xalq tamaşaları. Oturaq və hərəkətli olmaqla iki yerə bölünür. Bəli, xalq oyunları. Əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş, tənbəlliyin tənqidi ön plana çəkilir. Bu, xalq tamaşasıdır. Həmçinin bu ifadə məsəl kimi də istifadə olunur. Dəsmal ver, xəndəyə düşmə oyunlarında əşyalardan istifadə edilir. Fikri də doğrudur. Deməli, iki yerin dəyişəcək. Xalq tamaşaları uşaq orqanizminin hərəkətə, fəaliyyətə olan ehtiyacından yaranmışdır. Fikri xalq oyunlarına aiddir. Xalq tamaşalarına meydan tamaşalarda deyilir. Fikri doğrudur. 2-4 yerin dəyişsə bizim yanlışlıq aradan qalxar. Cavabımız olacaq A variantı. Sonra 13. Nəğmələrlə bağlı hansı fikirlər doğrudur? Qodu nəğməsi uzun zaman yağan yağışın kəsməsi üçün oxunan mövsüm nəğməsidir. Bunu biz doğru cavab kimi götürəcəyik. Cütçü öz ağır əməyini yüngülləşdirmək üçün sayaçı nəğmələr oxuyur. Xeyr, cütçüdən söhbət gedir. Holavarlar istifadə edir. Yanlışdır. Məişət nəğmələri iki növü bölünür. Toy və yas nəğmələri. Bu, məişət nəğmələri deyil, deməli, mərasim nəğmələridir. Qəhrəmanlıq nəğmələrində xalq qəhrəmanı tərifləyir, əzm, mətanət nümayiş etdirməyə səsləyir. Doğrudur. Nəğmələrin özünəməxsus melodiyası yoxdur fikri doğrudur. Deməli, cavabımız olacaq 1, 4 və 5. E variantı. Dərzi şagirdi Əhməd və ağıllı uşaq nağıllarının ortaq cəhətidir. Baş qəhrəman ağıllı və iradəlidir. Bəli, elə bunların ortaq cəhəti kimi
götürüləcək. Daha sonra baş qəhrəman hədəfinə çatmaq üçün sehrli qüvvələrin gücündən istifadə edir fikri. Yanlışdır. Hökmdar ziddiyyətli obraz kimi yadda qalır. Yanlışdır. Burada dərzi şagird Əhməddə Şah Abbas ziddiyyətli obraz olar, amma ağıllı uşaqdakı hökmdar obrazı, xan obrazı mənfi surətdir. Baş qəhrəman təcrübəsiz olsa da böyüklərdən məsləhət alır və hökmdara qalib gəlir. Yanlışdır. Bu fikir ağıllı uşaq üçün doğrudur. Baş qəhrəmana sevdiyi qız kömək edir fikri də yanlışdır. Çünki ağıllı uşaq deməli nağılında sevdiyi qıza yer verilməyib. Eyler-Win diaqramına uyğun fikirləri müəyyən edin. Atalar sözü və məsələlər. Müəyyən əhvalatla bağlı olur. Müəyyən əhvalatla bağlı olmaq məsələlərə aid xüsusiyyətdir. Fikir ümumiləşmiş, bitkin şəkildə ifadə edilir. Bəli, ümumiləşmişlik, bitkinlik varsa bu atalar sözünə aiddir. Fikir üstü örtülü şəkildə ifadəsi mühümdür. Fikrin üstü örtülü şəkildə ifadəsindən söhbət gedirsə, burada tapmacadan söhbət gedir demək. Bizim heç bir janrımız, burada tapmaca janrına ümumiyyətlə yer verilməyib. Xalqın əsrlər boyu qazandığı həyat təcrübəsinin ümumiləşmiş ifadəsidir. Bu hər ikisinə aiddir. Müdrik sözlər, qanadlı sözlər də deyilir. Təbii ki, bu da hər ikisinə aid xüsusiyyət olacaq. 1B, 2A, 3D. 1B, 2A, 3D cavabımız oldu. 15-də A variantı. Növbəti. Şifahi xalq ədəbiyyatının janrlarına əsasən uyğunluğu müəyyən edin. Rəvayət, əfsanə, nağıl. Səməndər quşu əfsanədir. Oda tapınma var. Oda inan quşa tapınma var burada. Astiyaq rəvayətdir. Ağıllı uşaq nağıldır. Xan sarayı əfsanədir. Bura yazırıq. Sonra Nuh peyğəmbəri isə rəvayətdir. 1B-yə 2A-D 3C. 1B-yə 2A-D 3C. 16 olacaq A variantı. Növbəti. Cədvələ əsasən Cahargah əfsanəsi ilə bağlı doğru fikirləri müəyyən edin. Baxaq, hökmdarın ətrafındakılara münasibəti, ətrafındakıların hökmdara münasibəti. Qüruru və xudbinliyi hökmdara alimin niyyətini başa düşməyə imkan vermir. Bayaq da düşmüşdü bu, bəli, doğrudur. Elmə və alimə qiymət verməyi bacarmayan şah alimi xalqın gözündən salmağa çalışır. Doğrudur. Xeyirxah işləri ilə xalqa kömək edir fikri yanlışdır. Deməli, bizdən doğru fikirləri istəyir. 1, 2 doğru fikirlərimizdə. Ətrafdakıların hökmdara münasibəti. Xalqın hökmdara olan münasibəti qərəzli deyil. Bunu götürmək olar, qərəzli deyil. Xalqın ona məhəbbəti ədalətə və qələbə qazanmasına səbəb olur. Xeyr, belə bir şey yoxdur. Xalq arasında yaşamağı sarayda yaşamaqdan üstün tutur. Yaşamağı sarayda bu, ətrafı hökmdara münasibəti, bu fikir xalq arasında yaşamağı sarayda yaşamaqdan üstün tutur. Bu, alimə aid olan bir xüsusiyyətdir. Buna görə də cavabımız bizim 1, 2 və 4 olacaq. 1, 2, 4, E variantı. Nağıl janrı ilə bağlı yanlış fikirləri müəyyən edin. Bütün hadisələr əsas qəhrəmanla bağlı olur. Bu doğru fikirdir. Doğru fikirdir. Nağıllar 3 yerə bölünür. Heyvanlar haqqında sehrli və məişət nağılları doğrudur. Məişət nağıllarında bəzən müsbət qəhrəmana qeyri-real xeyirxah qüvvələr kömək edir. Yanlışdır. Bu, sehrli nağıllara aid xüsusiyyətdir. Deməli, 3 yanlışdır. Bizə də yanlışları istəyir. 3. Nağıllar qədim dövrdən bu günümüzə yazılı formada gəlib çatmışdır. Xeyr, şifahi şəkildə gəlib, günlərimizdə artıq yazıya alınmağa başlanılmışdır. Bu da yanlış fikirdir. Məişət nağıllarında real hadisələrin təsviri aparıcı yer tutur. Bəli, bu doğrudur. Deməli, cavabımız olacaq 3 və 4 E variantı. Növbəti. Yanıltmac janrı ilə bağlı hansı fikirlər doğrudur? Səs oyunu üzərində qurulmuşdur. Bəli, səs oyunu üzərində qurulur. Fikrin üstü örtülü ifadəsi janr üçün əsasdır. Xeyr, bu tapmaca üçün əsasdır. Yumoristik məzmuna malikdir. Bəli, yadda saxlayın ki, epik növün deməli, lətifə və yanıltmaz janrında yumordan istifadə olunur. Sadəcə olaraq yanıltmazda yalnız yumordan istifadə olunur. Lətifələrdə isə həm yumordan, həm deməli sarkazmdan, yəni satiradan, satiranın üstün forması olan sarkazmdan istifadə olunur. Yumorla yanaşı satira, sarkazm da olur. Xeyr, bu lətifəyə aiddir. Yalnız uşaqların nitqinin inkişafına kömək edir. Xeyr, bu ümumiyyətlə nitqin inkişafına kömək edir. 1, 3 bizim doğru cavabımız olacaq C variantı. Nümunə ilə bağlı
Doğru fikirləri müəyyən edin. Səyyad dəryalarda alar çəngələ, həsrət çəkər, tiskin gələ, çəngələ. Əzrail sinəni çəkə çəngələ, qəssab qəş eləyər, ay ağa, ağa. Bənddə inversiyadan istifadə olunub. Alar çəngələ, çəngələ alar formasında olmalıdır. Bəli, inversiyadan istifadə olunub. Təzad yaradıb. Baxaq. Tiskin gələ, çəngələ, Əzrail sinəni çəkə çəngələ, qəssab qəş elər, ay ağa, ağa. Xeyr, burada təzad yoxdur. Təkrir işlənmişdir. Ələ, həssət, tiskin gələ, çəngələ, gələ, gələ, bəli, burada təkrirdən istifadə olunmuşdur. Məhəbbət mövzusundadır, qəti şəkildə yanlışdır. Qafiyə quruluşu qoşmadakı kimidir. Baxaq, çəng, ələ, a, gələ, çəngələ, a, Əzrail sinəni çəkə çəngələ, bu da olsun a və qəssab qəş eləyər, ay ağa, ağa, bu da olsun b. Bəli, a, b formasında qafiyə quruluşu qoşmadakı kimidir fikri də doğrudur. Ona görə 1, 3 və 5 bizim doğru cavabımız olacaq D variantı. Növbəti, aşıq yaradıcılığı ilə bağlı hansı fikir doğrudur? Qoşma gəraylı bayatı aşıqların ən çox müraciət etdikləri janrlardır. Bəli, doğrudur. Və yadda saxlayın ki, əgər söhbət dastanlardan gedirsə, qoşma və gəraylıdan söhbət gedəcək. Əgər sizə sual şəklində düşsə ki, və yaxud da ki, hökm şəklində verilsə ki, bütün dastanlarda qoşma və gəraylıdan istifadə olunur, fikir yanlışdır. Çünki Kitab-ı Dədə Qorqud dastanında qoşma və gəraylıdan istifadə olunmamışdır. Aşıq yaradıcılığında bütün ədəbi növlərə aid nümunələr var fikri yanlışdır. Niyə yanlışdır? Çünki aşıq yaradıcılığında dramatik növə aid nümunə olmur. Abbas Tufarqanlı, Aşıq Şəmşir ifaçı aşıqlardır fikri yanlışdır. Çünki bunlar yaradıcı aşıqlardır. Gəraylının qafiyə quruluşu qoşmadan fərqlidir, qəti şəkildə yanlışdır. Dövrümüzdə bu sənətlə məşğul olanlara dədə, ozan, varsaq deyirlər. Xeyr, dövrümüzdə onlara aşıq deyirlər. Qədim zamanlarda dədə, ozan, varsaq deyirdilər. Doğru cavabımız 21-də olacaq A variantı. 22. Dərzi şagirdə Əhməd nağılındakı Əhməd obrazı ilə bağlı yanlış fikri müəyyən edin. Hər sualı açmanın qarşılığında padşahdan bir tələbi olur, doğrudur. Yuxudan oyatdığı üçün ustasına etirazını bildirir, doğrudur. Birinci suala cavab verdikdən sonra azadlığa buraxılmır fikri, doğrudur. Yuxusu Çin olmadan ona kiməsə danışmır fikri, doğrudur. Şah Abbas onu qızı ilə ailə qurmasına əvvəldən razı olur, qəti şəkildə. Bu yanlışdır. Doğru cavabımız olacaq E variantı. Xan Sarayı və Cahargah əfsanəsi əsərlərinə aid ortaq məqamlardır fikri görək. Şifahi xalq ədəbiyyatı nümunəsidir. Bəli, hər ikisi şifahi xalq ədəbiyyatı nümunəsidir. Əsas qəhrəmanı ustadır. Xeyr, Cahargah əfsanəsində alimdir. Zülmkar ölkə başçısı təsvir olunur fikri doğrudur. Vəzir surəti yaradılıb. Hər iki obraz Xan Sarayı əsərində vəzir surəti yoxdur. Baş qəhrəman məğlub olur fikri də yanlışdır. Cavabımız 23-də olacaq. 1 və 3. 24. Nümunə ilə bağlı doğru fikirləri müəyyən edin. Fürsət əldə ikən yaxşılıq elə. Həmişə əlində ixtiyar olmaz. Gəl güvənmə dövlətinə, malına, mala, mülkə, ömrə etibar olmaz. Natamam qafiyədən istifadə olunur. Baxın, fürsət əldə ikən yaxşılıq elə, ixtiyar olmaz, dövlətinə, malına etibar olmaz. Baxın, burada ar formasındadır, burada ar formasındadır. Deməli, bu natamam qafiyədən istifadədir. Bu doğrudur. Cinaz qafiyəlidir. Yaxşılıq elə, əlində ixtiyar olmaz. Mülkə, ömrə etibar. Xeyr, cinaz qafiyə yoxdur burada. Lirik növdə heca vəzindədir. Bəli, doğrudur. Qafiyə quruluşu gəraylıdan fərqlidir. Xeyr, qafiyə quruluşu gəraylı ilə eynidir. Nəsihətamiz məzmundadır. Bəli, doğrudur. Cavabımız olacaq 1, 3 və 5. Növbəti 25. Lətifələrə aid xüsusiyyətdir. Yalnız yumordan istifadə olunur. Xeyr, bayaq dediyimiz kimi yalnız yumordan istifadə edilmir. Həm də satiradan, yəni sarkazmdan da istifadə olunur. Cəmiyyət və məişət həyatında olan qüsurlar tənqid olunur fikri doğrudur. Xalq arasında yalnız Molla Nəsrəddin ilə bağlı lətifələr geniş yayılır fikri yanlışdır. Həm də
deməli, danəndə haqqında da fikirlər var, yəni lətifələr var. Lətifələrdəki gülüşün növləri komediya janrındakı gülüşlə səsləşir. Bu fikir doğrudur. Yəni komediyada da həm yumordan, həm də satiradan istifadə olunur. Sonluğu bəzən xalq arasında məsəl kimi işlənir. Bəli, doyan o rəhmətli kimi olar və s. 2, 4 və 5 doğru cavabımız olacaq. Ağıllı uşaq nağılı ilə bağlı doğru fikirləri müəyyən edin. Xanın tapşırığını kəndə vəzir çatdırır. Xeyr, ağıllı uşaq nağılında vəzir olmur. Xanın tapşırığını, xanın suallarını kəndə çapar çatdırır. Bu yanlış fikirdir. Xanın xoşladığı heyvan keçi idi. Bu doğru fikirdir. Əhməd öz ağlı, bacarığı və tədbiri ilə kəndi xilas edir. Bu da doğrudur. Almaların sirrini Əhməd özü tapır. Xeyr, bunu bayaq dediyimiz kimi qoca köməklik edir. Xan məsləhətçisinin təklifindən sonra kəndi ələ keçirmək üçün hiləyə əl atır. Bunu biz doğru fikir kimi əslində götürə bilərik. Necə götürə bilərik? Xan məsləhətçisinin təklifindən sonra kəndi ələ keçirmək üçün hiləyə əl atır. Düzdür, xan əvvəllər də hilə qururdu. Sadəcə olaraq qocalar ona mane olurdu. Amma sonda məsləhətçisi, baş məsləhətçi xana deyir ki, sən əgər kəndi ələ keçirmək istəyirsənsə, qocaları aradan qaldırmalısan. Buna görə də 5-i də doğru fikir kimi götürəcəyik və cavabımız olacaq 2, 3 və 5. Sonra Cahagah əfsanəsinin qəhrəmanları ilə bağlı uyğunluğu müəyyən edin. Alim hökmdar saray həyatının qiymətləndirilməməsini nankorluq hesab edir. Bu hökmdara aiddir. Xalq arasında böyük hörmətə malikdir. Bu alimə aiddir. Ölkəni tərk etmək məcburiyyətində qalır. Bu da alimə aiddir. Ona tabe olmayana qarşı qərəzli mövqe tutur. Bu hökmdara aiddir. Əməyi dəyərləndirir. Bu ümumiyyətlə heç birinə aid bir fikir deyil. 1B-si, 2A, D doğru cavabımız olacaq. Keçdiyim mətni diqqətlə oxuyun və 28-30 sayılı tapşırıqları yerinə yetirin. Daşdəmirin nağılı. Daşdəmir dedi, padşah sağ olsun. Mən sir sahibindən icazə almamış sənə heç bir söz deyə bilmərəm. Məni azad elə, gedim icazə alım, gəlim deyim. Padşah dedi, yox. Mən səni əlimlə buraxıb, sonra ayağımla axtara bilmərəm. Ya danış, ya da bugün səni astıracağam. Daşdəmir dedi, istəyirsiniz bir dəfə yox, lap 5 dəfə astırın. Mən icazə almamış sizə heç bir söz deməyəcəyəm. Padşah əmr elədi. Meydanda dar ağacı quruldu. Şəhərdə car çəkdilər ki, Daşdəmir padşahdan sir gizlətdiyinə görə dar ağacından asılacaq. Hər şey hazır olandan sonra cəmaət yığıldı. Daşdəmiri meydana gətirdilər. Padşah bir də soruşdu. Deyirsən ya yox? Daşdəmir dedi, xeyr, mən heç bir şey bilmirəm. Padşah cəlladlara əmr verdi ki, assınlar. Elə ipi onun boynuna salanda haradansa bir atlı atı elə sürüb keçdi ki, heç kəs onun üzünü görə bilmədi. Ancaq onu gördülər ki, dar ağacına çatanda yerə bir nar vurdu. Nar parçalandı, dənələri ətrafa səpələndi. Daşdəmir cəlladlara dedi, gedin padşaha deyin ki, mən danışmağa hazıram. Gedib padşaha xəbər verdilər. Padşah ondan soruşdu. Niyə indiyə kimi demirdin? İndi razı oldun. Daşdəmir nar dənələrini ona göstərib dedi. Padşah sağ olsun, sir sahibi sirrin açılmasına icazə verdi. Demək, sual 28. Daşdəmirin nağılı əsərindəki Daşdəmir və dərzi şagirdi Əhməd nağılındakı Əhməd obrazlarının xarakterindəki oxşar cəhətləri müəyyən edin. Hər ikisinə biz dözümlüdür deyə bilərik. Dərzi şagirdi Əhməd, bəli, hər ikisinə biz dözümlü, iradəli deyə bilərik. Dözümlü, iradəlidir. Sonra hər ikisinə mərd deyə bilərik. Mərd, cəsur. Hər ikisinə ortaq xüsusiyyət kimi verə bilərik. Daha sonra əsərin forma və janr xüsusiyyətləri əsasında cədvəli tamamlayın. Daşdəmirin nağılı göründüyü kimi nağıl janrındadır. Epik növdədir. Nəsrlədir. Təsvir və təhkiyədən istifadə edib deyə bilərik biz. Ümumiləşdirək. Təhkiyə əsasında yazılıb,
və s. və ilaxır. Xan sarayı. Xan sarayı artıq bu da eyni ilə epik növdədir. Sadəcə olaraq bu əfsanədir. Əfsanədir. Nəsrlə yazılıb. Sonra bir də deyə bilərik ki, Xan sarayında, yəni janrın tələbinə uyğun olaraq əfsanəvi hadisələrdən bəhs oluna bilər. Janrın tələbinə uyğun olaraq qeyri-real belə deyək, şeylər olur. Belə. Növbəti 30. Mətnə əsasən cədvəli tamamlayın. Padşahın əmri ilə meydanda dar ağacı qurulur. Bu cümlə formasında da keçir. Deməli, bizdən nə istəyir? Səbəb. Səbəb. Deməli, bu hissədə bu cümlə formasında gedir. Padşah əmri, istəyirsən bir dəfə yolla 5 dəfə astıra. Mən icazə almamış sizə heç bir söz deməyəcəyim. Yəni biz bunu deyə bilərik ki, Daşdəmir icazə almadan heç bir söz deməyəcəyini dilə gətirir. Deməli, bura yaza bilərik biz onu. Daşdəmir icazəsi heç bir şey, biz qısaldaq, heç nə deməyəcəyini bildirir. Daha sonra səbəb nar parçalanır, dənələri ətrafa səpələnir, nəticədə Daşdəmir sirri açmağa hazır olduğunu bildirir. Daşdəmir sirri açmağa hazır olduğunu bildirir. Bu belə. Bununla da yekunlaşdıq.